Recording sonradan istədiyiniz zaman yenidən bu webinarı izləyə biləsiniz. Bugünkü webinarda bizi müşayiət edəcək Software Village'in ən dəyərli müəllimlərindən biri olan Turab müəllim. Turab müəllim bizim UX UI dizayn üzrə təlimçilərimizdən biridir. İstəyirəm elə birbaşa onun özünün dilindən, özü ilə tanış olasınız. Buyurun Turab müəllim, biz sizi eşidirik. Hər kəsə salamlar. Hər kəsin axşamı xeyir olsun. İlk öncə hər kəsə təşəkkür edirəm ki, öz dəyərli vaxtlarını, həftə sonlarını bizə ayıraraq yeni biliklər və yeni sahələr öyrənirlər. Qısa olaraq özüm haqqında məlumat vermək istəyirəm. Mən Turab Yusupov, 12 ildir ki, yüksək sahəsindəyəm. Əvvəllər dizaynın başqa sahələrində də fəaliyyət göstərmişəm, amma son 12 ildə yüksək sahəsindəyəm. Hal-hazırda 5 iş fəaliyyətim var. Bunlardan biri təlimçilik fəaliyyətidir ki, hal-hazırda elə Software Village-də yüksək sahəsini tədris edirəm. Bundan başqa isə Londonda First Step agentliyində vizual dizayner olaraq komanda rəhbəriyəm. Eyni zamanda Flat 101 komandasında UX research-əm, UX araşdırmacıyam. Eyni zamanda isə bu il 6-cı ili olacaq. User Centered Design agentliyinin həm co-founderi, həm də UX dizayneriyəm. Məqsədimiz istifadəçilər üçün güclü və istifadəyə yararlı rəqəmsal məhsullar yaratmaqdır. Və eləcə də 2018-ci ildən etibarən də bu sahə Azərbaycanda e, tanınmağa və işləməyə başlayandan demək olar ki, görünməyən qüvvələr hissəsində olmuşam. Daha çox arxa backgroundda işləyərək Azərbaycan üçün daha uğurlu və daha uyğun işlər hazırlamağa çalışırıq. Özüm haqqında bu qədər. Əlavə suallarınız olarsa, sevə-sevə cavablandırmağa hazıram. Təşəkkürlər Turab bəy. Sizin öz keçmişinizi dinlədikcə əslində mənə yəqin ki, auditoriyada da belədir. Aydın olur ki, UX UI dizayn əslində necə çox şaxəli, həqiqətən rəngarəng ə, bir sahədir deyək. Onda elə mən sualımı birinci bununla başladım ki, UX UI tam olaraq nə deməkdir? Yəni bu sahənin bildiyim qədərilə iki istiqaməti var. UI tərəfi, bir də UX tərəfi. Bu barədə bizə biraz məlumat vermənizi istəyərdim. Okay. Deməli, əslində UX və UI dizayner xarici bazarda çox fərqli sahələrdir. Ölkəmizdə isə bu yeni yarandığı üçün hələ ki bir sahə kimi düşünülür. UX ən sadə dildə desək, istifadəçilərin rəqəmsal məhsullar üzərində necə və niyə hərəkət etdiyini öyrənən və onu analiz edən bir sahədir. UI isə o analizlərin nəticəsində istifadəçilərin rəqəmsal məhsulda daha rahat və daha başa düşülən hərəkətlərini vizuallaşdırmaq sənətidir. Əslində UX-də istifadəçinin hərəkətləri araşdırılır və onun hərəkətlərinə əsasən tətbiqlərdə dizaynlar etməyə başlanılır. Vizual dizaynda isə istifadəçiyə xoş gələn rənglər, şəkillər, vizual görünüşdə görsənəcək elementlər seçilərək yekun formada yekunlaşdıraraq istifadəçiyə verilir. Aha, aydındır. Yəni buradan o çıxır ki, bizim bu öyrənəcəyimiz sahə təkcə dizayn işi, məsələn, qrafik dizayndan fərqli olaraq sadəcə dizayn işi deyil. Biz əslində istifadəçini də yaxşı tanımalıyıq ki, ona uyğunlaşdıra bilək dizaynımızı. Mən burada bir sualım yenə yarandı. Siz az Hı öncə hı. də bəhs etdiniz ki, hansısa rəqəmsal məhsulların dizaynı. Burada tam Hı olaraq hı. nədən bəhs edirik biz? Yəni biz tam olaraq nəyi dizayn edirik əslində rəqəmsal məhsul Aha. dedikdə? Aha. Əslində rəqəmsal məhsul dedikdə bilindik iki məhsul var ki, veb-sayt və mobil əpp. Amma bunların öz daxillərinə baxdıqda isə əslində bunlar da fərqli-fərqli sahələrə bölünürlər. Elə saytları götürsək, burada elektron veb-saytlar ola bilər, dashboardlar ola bilər, müəyyən alış-veriş üçün saytlar ola bilər, korporativ saytlar ola bilər, ya da sadəcə müəyyən məlumat xarakterli saytlar ola bilər. Eləcə də əppləri götürsək, hər hansı bir alış-veriş əppləri ola bilər, məlumat xarakterli əpplər ola bilər və istifadəçilərin bilik və bacarıqlarını sürətləndirən əpplər ola bilər. Yəni rəqəmsal məhsul dedikdə əslində proqram təminatı ilə yaradıla bilən bütün məhsullar bizim dizayn etməyimizdən asılıdır. Aha, yəni biz əslində proqramçılarla bir növ çox sıx işləyirik, onların ə, ən yaxın iş Aha. yoldaşıyıq.
Burada belə bir söz də deyim ki, UX dizaynerlərin ən yaxın və ən ciddi düşməni elə front-end developerlərdir. Çünki bir nöqtədə biz müəyyən problemləri həll edirik və onların öz baxış bucaqları var, bizim də öz baxış bucaqlarımız var və ortada kim güclü gəlirsə onun istədikləri reallaşır. Amma ümumi bazardan götürsək, həmişə üzülərək deyirəm ki, front-endlərə daha çox inanırlar, nəinki UX dizaynerlərə. Bu bütün dünyada belədir, yoxsa təkcə Yox, Azərbaycanda? Azərbaycanda belədir. Çünki Azərbaycandakı həm rəhbərlər olsun, həm iş sahibləri olsun, onlar düşünür ki, problem yarandıqda bunu proqramlaşdırma həll edir. Amma əslində daxilə qayıtdıqda əslində UX dizayner həll edir hər bir məsələni. Düzdür, mən də sizinlə razıyam. Yaxşı, gəlin o zaman sual verək ki, biz UX UI dizayneri olaraq tam olaraq hansı işi görürük? Adətən bizdən soruşurlar ki, ə, qrafik dizayn üzdə görünən bir şeydir. Sosial media posterləri, hansısa çap işləri. Bəs mən sabah dizayner, UX UI dizayner kimi gedib işə başladıqda, bugün ilk həftəmdir, ilk ayımdır, tam olaraq hansı proses gedəcək, nə iş görəcəm burada? Okay. Bu suala üç formada cavab verəcəm. Azərbaycan daxilində, dünya daxilində və mənim ilk təcrübəm. Azərbaycan daxilində əgər bir UX dizayner olaraq junior bir vakansiyaya başladıqda, istər təcrübədə olsun, istər iş həyatında olsun, ona ilk öncə araşdırma qabiliyyəti üçün sorğu keçirmək olsun, suallar hazırlamaq olsun, istifadəçilərin davranışlarına əsasən problemi anlamaq və onu dərindən bilmək olsun. İlk öncə bunu tapşırırlar və istifadəçi qısa sorğular keçirərək, üzbəüz müsahibələr edərək, problemləri və onların istəklərini öyrənərək, daha sonrasında artıq bunu daha da dərinləşdirərək həllinə yönəlir. Dünya bazarına gəldikdə isə problemin ilk olaraq baxılır ki, bu ümumi bir problemdir, qlobal bir problemdir, yoxsa şəxsi problemdir. Əgər şəxsi problem olursa, təbii ki, onu həmin anda həll etmirlər. Onu siyahıya yazırlar və davamlı şəkildə əgər bu problemi kimi görünən insanlar gələrsə, bu problemdən danışarsa, artıq onu həll etməyə çalışırlar. Yox, əgər problem sadəcə şəxsi problemdirsə, o həll edilməyə qalır. Mənim şəxsi təcrübəmdən isə mən özüm həm işlədiyim şirkətlərdə olsun, həm tələbələrim arasında olsun, həmişə yeni başlayanlara tövsiyəm ondan ibarət olur ki, çalışın getdiyiniz şirkətdə sizin rəhbəriniz ola biləcək bütün variantlarda olan insanlarla əlaqə qurub oradakı işlərə ən azından baxın. Çünki ilk başda heç kim sizə hər hansı bir şeyi verməyə tərəddüd edir. Çünki yeni başlayıblar, təcrübəsizdirlər. Amma siz öz yanaşmanızla hər bir sahədə olmalısınız ki, sizə inam artsın. Yəni heç kim sıfırdan başlayan birini götürmür. Amma götürməsi üçün iki şey lazımdır. Bir, çox cəsur olmaq lazımdır. İki, çox axtarış etmək lazımdır. Əgər bu ikisini bacardığınızda sizi irəli aparmayacaq heç bir şey yoxdur. Mən şəxsən özüm xarici bazarda, Londonda işə başlayanda e, hal-hazırda mən artıq orada 5 ildir ki, fəaliyyət göstərirəm. Mənim rəhbərimə indi mən rəhbərlik edirəm. Yəni burada illiyin və təcrübənin əsas önəmi yoxdur. Əsas sənin cəhd etməyin, yanlış olsa belə cəhd edib nəyisə dəyişdirməyi bacarmalıdır. Çünki istifadəçi gəlir, problemini deyir. Problemin həll olunmamasındansa yanlış həll olunması daha yaxşıdır. Çünki istifadəçi düşünür ki, adam mənim üçün nəsə edir. Yəni düşünün, sizin bir probleminiz var, xəstəxanaya gedirsiniz. Xəstəxanadan iki cavab gələ bilər. Birinci cavab, həkim yoxdur, gözləməlisiniz. İkinci cavab, o sahəyə uyğun olmayan bir həkimin gəlib sizə ən azından ilkin baxması. Hansını bəyənərsiniz? Təbii ki, başqa bir həkimin sizə ən azından baxması. Yəni UX-də də elədir. Siz, bu mənim həll edə biləcəyim məsələ deyil deyib qıraqda qalsanız, təbii ki, sizin üçün çox çətin olacaq. Tempoyla Azərbaycan bazarında hal-hazırda çoxlu sayda UX dizayneri var və mən öz tələbələrimə də deyirəm ki, siz həmişə bir işə müraciət edəndə özünüzə sual verməlisiniz. Məni niyə seçsinlər? Əgər bu suala özünüz cavab verə bilirsinizsə, demək ki, sizin seçilməmək kimi bir şansınız yoxdur. Düzdür, haqlısınız, tamamilə haqlısınız. Mən də burada yenə bir sual yarandı bu problem məsələsi ilə bağlı. Sizdən Hı soruşmaq hı. istəyirəm ki, məsələn biz hansısa bir şirkətdə onların mobil tətbiqi var
bunun qrafik və UX UI dizaynerik və burada yarana biləcək problemlər, yəni istifadəçilər bizə bildirirlər ki, tətbiqin istifadəsinə narahatlıq var və ya hansısa butonu axtarmaqda Hı çətinlik hı. çəkilir. Bu tərzmi problemlər gəlir dizayn tərəfinə. Yoxsa yəni başqa bir istiqamətdə mi olur? Bunu öyrənmək istəyərdim. Ə, Dediyiniz tərzdə də problemlər gəlir. Məsələn, istifadəçilər bizə davamlı şəkildə şikayət də yaza bilərlər, ya da bizim hazırladığımız mobil appdən istifadəni dayandırıb başqa mobil applərə də keçə bilərlər. İkinci bir problem nədir? Biz öz yaratdığımız məhsulu elə yaratdıq, orada qaldı. Okay, o işləyəcək deyə bir şey yoxdur. Çünki il keçir, istifadəçilər dəyişir, trend dəyişir, tələb dəyişir və biz bu tələblərə nəzərəndə öz mobil tətbiqimizi yeniləməliyik və yeniliklərlə əlaqələndirməliyik. Yəni bunu ən gözəl nümunə biz Play Store-da ya da App Store-da bir tətbiqi yüklədikdən sonra, yəni ay ərzində ya da il ərzində bir neçə dəfə ona yeniləmələr gəlir və yeniləmələrə Azərbaycan bazarında çox az insan oturub oxuyur ki, görə bunun yenilənməsi nədir, nə yenilənəcək və yeniləndikdən sonra açırıq ki, əslində heç bir şey dəyişməyib. Amma dəyişən əslində arxa backgroundda bir şeylər var. Və bu bir şeylər çox da görünən bir şeylər deyil. Çünki UX əslində görünməyən tərəfləri araşdırır ki, mən niyə bu aydan o aya keçdikdə məsələn istifadəçim azalır ya da istifadəçi gəlmir. Ümumiyyətlə mənim tətbiqimdə daha başqa hansı problemlər yarana bilər. Yəni ilk applər ya da saytlar bir problemi həll etməyə başlayır. Amma o problemi biz həll etdikdə əslində görürük ki, məsələ onda deyil, başqa məsələlərdədir və biz artıq başlayırıq digər problemləri də həll edə biləcək əlavə funksiyalar yaratmaq olsun, əlavə səhifələr yaratmaq olsun. Yəni buna real bir nümunə deyim. Biz diş həkiminə gedirik. Diş həkimi bizim bir dişimizi çəkir, evə qayıdırıq. Məsələ nədir? Bizim dişimiz hələ də ağrıyır. Yenidən qayıtdıqda artıq xəstəxanaya diş həkimi baxır ki, bu dəfə bizim əslində damağımızda problem var, ya da heç ağrıyan diş o tərəfdə qalıb, amma sağlam bir dişi biz çəkmiş oluruq. Yəni problem əslində görünən problem olmur. İstifadəçilər ağıllarına gələn ya da özlərinin düşüncələrinə əsasən ilk nə düşünürlərsə, problemin onda olduğunu görürlər. Yəni biz Amma əslində orada əslində görünməyən problemləri belə həll edirik. evet. Yəni Maraqlı məsələn, yəni. hal-hazırda məsələn mən Azərbaycana gələndən Azərbaycanda bir problem var ki, metro çox basa-basdır, insanlar çoxluq təşkil edir və hər kəs bundan şikayət edir. Və hər kəsin də ilk ağlına gələn odur ki, güya universitetlər ya da böyük şirkətlər şəhər mərkəzlərindən uzaqlaşdırılsa, bu problem həll olacaq. Amma əslində bu problemin həll olma səbəblərindən biri odur ki, problemin yaranma səbəblərindən biri odur ki, bütün ölkələrdən fərqli olaraq Azərbaycanda sadəcə bir istiqamətdə sa- ə, hərəkət edir qatar. Yəni iki istiqamətdə ya da üç istiqamətdə yoxdur. Yəni məsələn Türkiyədə olsun, xarici ölkələrdə olsun, yəni sən bir nöqtəyə getmək üçün 3-4 dənə növ qatarlardan, stansiyalardan istifadə edə bilərsən. Amma bizdə təəssüf olsun ki, o istiqamət olmadığına görə, yəni universitetlər kənara çəkilsə belə, insanlar yenə eyni tərz bir yerə girdikləri üçün o problem həll olmayacaq. Düzdür. Biz Və əslində sənin problemin başqa tərəfinə fokuslanırıq deyə evet yaptırırıq və hətta. sən UX dizayner olaraq həm də inandırmalısan ki, insanları sizin düşündüyünüz səhv deyil. Amma problem əslində o deyil, başqa bir problemdir. Buna inandırmaq insanları çox çətin məsələdir. İşimiz əsas istifadəçi ilə. Bəs yaxşı, Bəli, biz bəli. bütün bunları eləmək üçün hansı bacarıqlara, daha doğrusu yumşaq bacarıqlardan birazdan danışacağıq. Hansı alətləri tam olaraq bilməliyik bu sahədə peşəkar olmaq üçün, nələrdə işləməliyik? Hı. Hal-hazırda bu sahəyə aid çoxlu proqramlar var, amma ilk başladıqda Adobe şirkətinin Adobe XD proqramı var ki, hələ də bəzi ölkələr üçün çox önəmli bir proqramdır. Bundan başqa isə hal-hazırda Figma proqramı var ki, bu UX sahəsi üçün nömrə bir proqramdır. Amma hal-hazırda rəqib ola biləcək Framer proqramı var ki, həmin proqram da əslində dizayn edir. Sadəcə olaraq rəqib olmasının əsas səbəbi odur ki, Figma-da hazırlanan dizaynlar kodlaşdırma tələb edir.
Amma Framer'da olan dizaynlar isə çox az bir şəkildə proqramlaşdırma tələb edir. Amma UX tərəfdən baxdıqda isə bizim istifadə edəcəyimiz proqramlar hədsiz dərəcədə çoxdur. Amma əsasən bizim istifadə edəcəyimiz Notion'dur, Balsamic'dir, FigJam'dir, Google Analytics'dir, Google Form'dur, Hotjar'dır ki, bu proqramları bilmək və ən minimal şəkildə onlarda işləməyi bacarmaq bizə bu sahəyə başlamaq üçün yetərlidir. Və bu sahədə olan proqramların ən böyük üstünlüyü ondan ibarətdir ki, proqramları öyrənmək, interfeysi ilə tanış olmaq, onlarda bir şey yaratmaq o qədər də qəliz ya da çətin bir şey deyil. Çünki proqramların interfeysi əslində sadə olması onu göstərir ki, bizim əsas niyyətimiz istifadəçilər üçün çox düzgün şəkildə minimal bir interfeys yaratmaqdır. Belə çıxır ki, onda UX tərəfi əslində kifayət qədər mürəkkəb hissədir və məndə belə bir sual yarandı. Biz bu sahəni seçdikdən, öyrəndikdən sonra burada hansısa bir ixtisas bölünmələri etmək olarmı? Biz deyə bilərik ki, kimsə mən əsas UX tərəfində mütəxəssisəm və ya mən konkret UI tərəfində ixtisaslaşmaq istəyirəm. Belə bir ixtisas bölünməsi varmı bu sahədə? Bəli, var. Məsələn, Azərbaycanda təəssüf olsun ki, bunu çox adam bilmir, amma bəzən vakansiyalarda qarşınıza çıxır ki, UI slash UX dizayner axtarılır ya da UX slash UI. Bunlardan hansı birinci gəlirsə, əslində tələb onadır. İkinci tərəfdə olan isə bəzən istifadə oluna biləcək bir versiyadır. Amma ümumilikdə gəldikdə isə UX sahəsi əslində özü bir neçə sahələrə bölünür ki, yəni onların sayı çoxdur. Əsas UX research'dur, yəni UX araşdırmacıdır. UX writer'dır. UX writer olur ki, saytda, appdə düzgün şəkildə cümlələr yazmalıdır, düzgün şəkildə sözlər yazmalıdır ki, istifadəçiləri cəlb eləsin. Məsələn, əvvəllər endirim var ya da pulsuz əldə et sözləri daha çox istifadə olunurdu. Amma artıq indiki dövrəmdəki istifadəçilər onları cəlb etmir. Çünki artıq endirim demək istifadəçiləri e, həyəcanlandırmır. Gərək sən orada oturub o istifadəçiləri analiz etməlisən ki, yəni düzgün şəkildə bir mətn yazmalısan və o mətnin sənin saytına marağı artırsın. Düzdür, zaman keçdikcə istifadəçilər dəyişir. İndi daha çox Z nəslinə, alfa nəslinə xitab eləyirik deyə biz bunları araşdırıb ona uyğun bir nəticə ortaya qoymalıyıq. Bəs mən Hı hı. soruşmaq istəyirəm, biz bu sahədə ən azından yeni başlayanda özümüzdə hansı sosial bacarıqları, yumşaq bacarıqları inkişaf etdirməliyik ki, bu sahədə yaxşı mütəxəssis ola bilək? İlk öncə UX/UI sahəsində başlayan biri üçün ən önəmli bacarıq ondan ibarətdir ki, dinləmə bacarığı olmalıdır. Yəni qarşı tərəf öz problemini, öz dərdini açıqlayanda sən sadəcə ona fokuslanmalı və dinləməlisən. Yəni orada fərqli reaksiyalar verdikdə artıq istifadəçi əsəbləşməyə başlayır. Və əsəbləşdikdə əslində sənə kömək etməyi dayandırır və sən artıq orada tək başına qalırsan. Yəni istifadəçi öz problemini danışırsa, sən onu həqiqətən də dinləməlisən. Ya da ən azından uzun danışırsa, onu çox yaxşı və mülayim şəkildə dayandırıb, əlavə suallar verib onun danışıq bacarığını biraz azaltmalısan. İkincisi isə empatiyadır. İstifadəçi problemini dedikdə onunla yəni anında ən azından kiçik empatiya qurmalısan ki, məsələyə aid suallar verə bilərsən. Üçüncüsü isə komanda ilə işləmə bacarığıdır. Komanda ilə işləmə bacarığı dedikdə bəlkə də ağıllarda çox fərqli şeylər yaranır. Amma məsələ nədir? Sən iş bölüşdükdə, deadline qoyulduqda, deadline vaxtında edib işi vaxtında düzgün şəxsə yönləndirib cavab alsan, bu sənin üçün çox yaxşı bir bacarıqdır. Və dördüncüsü isə zamanı düzgün idarə etmə. Əgər sənə bir iş üçün 4 gün vaxt veriliblərsə, sən işi 4 günə bitirməli deyilsən əslində. 2 günə bitirməlisən, bir gün onu yoxlamalısan, dördüncü gün təhvil verməlisən. Amma Azərbaycanda bunu edə biləcək insanlar çox azdır. Yəni bizim insanlar biraz ə, tənbəl ya da işi son ana saxlayanlardır. Yəni okey, müəllim ev tapşırığı verir, al 5-ci gün qaydandan, 6-cı gün etmirik, bazar günü son an yatmağa qalmış oturub bir şeylər edirik. Ya da imtahan boyunca heç nə oxumayıb, imtahan günü hər şeyi öyrənməyə çalışırıq. Bunu həll edə bilsək, bu dediyim empatiyadır, dinləmə bacarığıdır, işi vaxtında hazırlamaqdır. Bu önəmlidir. Təşəkkür edirəm. Mən istəyirəm biraz da bu sahə haqqında ən çox yayılan qulaqdan qulağa dolma bəzi fikirlər haqqında danışaq.
Məsələn, bunlardan biri dəqiq bilmirəm, siz daha yaxşı bilərsiniz. UX/UI dizayner olmaq üçün mütləq proqramlaşdırma bilmək lazımdır. Yəni kod yazmaq bizim gündəlik bir işimizin bir parçasıdırmı sizcə? Yox. Əslində UX ya dizaynerin proqramlaşdırma dillərindən hər hansısa birini bilmək kimi bir öhdəliyi yoxdur. Amma proqramlaşdırma bilmək bizi digərlərindən önə atır. Ən sadə nümunə. Biz bir dizayn hazırlamışıq. Onu aparır kodlaşdırmaya. Kodlaşdırmada oturan adam, məsələn, həmin an o kodu yazmaq istəmir. Uzun bir vaxt alır və qısa şəkildə bizə dönüb deyir ki, bunu eləmək olmur. Bunu daha da sadələşdir. Əgər sənin ilkin kodlaşdırma bacarığın varsa, adama hazırladığın dizaynın kodunu göstərirsən ki, bax, kod budur. Bunu yazırsan və həll edirsən. Yəni kodlaşdırma sadəcə bizə hazırladığımız dizaynı kodlaşdırmaq etmək olur olmadığını göstərir. Və ilkin olaraq junior dizaynerlərdir, middle dizaynerlərdir. Yəni başlanğıc və orta səviyyədə olan dizaynerlərin bunu mütləq şəkildə bilməsi vacib deyil. Bu sənə sadəcə senior olaraq lazım olur ki, sən komandanı idarə edəndə əməkdaşlar səni aldatmasınlar. Yəni görülən işdən necə deyirlər, başı çıxsın deyə gərək Yes, oradan da anlayış olsun. bəli. Aydındır. Bəs Hı bu -hı. sahədə diplomun nə qədər önəmi var? Bizə adətən bu cür suallar da gəlir ki, mənim ali təhsilim bu istiqamətdə deyil və ya hansısa diplom, beynəlxalq nəsə bir sertifikat verəcəksinizmi? Bu kimi suallar çox gəlir. Yəni bir önəmi varmı sizcə bu sahədə? Burada ən gözəl nümunəni mən öz üzərimdən deyim. Mən UX/UI dizaynerə, yəni ümumiyyətlə dizayner olmamışdan qabaq musiqiçi idim. Yəni gitarist və öz bir heyətim var idi. Səhnələrə çıxırdıq. Yəni bu sahədə olmaq üçün diplom lazım deyil. Bu sahədə ən önəmli bacarıq və ikincidə portfolio olmaq lazımdır. Yəni sən gedib adama diplomu göstərdikdə adam hə okey tamam gəl işlə başla demir. Yəni ilk olaraq sənin yanaşmana baxır, ikinci olaraq gördüyün əvvəlki işlərə baxır. Əgər onlar yerindəsə, yəni diplomun heç bir önəmi yoxdur. Yəni Aydın. Azərbaycanda yəni diplom çox önəm verilir deyənə bu sual yaranır. Amma xarici bazarda yəni gedib baxsanız görəcəksiniz ki, xarici bazarla bizim fərqimiz ondan ibarətdir ki, xarici bazarda hər kəs oxumur. Həqiqətən də oxumaq istəyənlər gedib oxuyur. Amma bizim Azərbaycanda isə hamı oxumalıdır cümləsi var. Düzdür. Əsas amma nəticəyə fokuslanmaq. Lazım. Mən burada bir 5 dəqiqə sözü Ümid bəyə vermək istəyirəm. Onun auditoriyamıza çox qəşəng bir, necə deyərlər, sürprizi olacaq. Ümid bəy, buradasınızsa, səsimi eşidirsinizsə, mikrofonu aça bilərsiniz. Vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun. Sizin hədiyyənizi, sürprizinizi eşidəndən sonra məncə hamımız daha yaxşı olacaq. Okay. Axşamınız xeyir olsun. Kənan xanım sizi salamlayıram. Turab müəllim sizi salamlayıram və digər qatılan 35 iştirakçını salamlayıram. Təşəkkür edirəm qatıldıqları üçün. Biz software haqqında istəyirəm qısaca məlumat verim. Mən Ümid Babakişiyev, dostlar. Software Village-in qurucu ortağı, həmçinin direktoruyam. Software Village 2020-ci ildən fəaliyyət göstərən proqramlaşdırma və dizayn üzrə sıfırdan təlim verən, tədris verən bir şirkətdir. Və biz sıfırdan heç bir ilkin məlumatı olmadan tələbələri irəli səviyyəyə qədər hazırlayırıq. Çalışırıq ki, onlara dəstək olaq. Software Village əsasən karyera yönümlü bir şirkət olub, əsas məqsədi tələbələr sıfırdan irəli səviyyəyə qədər hazırlamaq və irəli səviyyə dediyim o hissədir ki, tələbə tək başına bir real layihədə işləyə biləcək səviyyəyə gəlib çıxsın və həmin bu hissəyə gəldikdə artıq biz tələbəni karyera hissəsinə hansı ki, işlə təmin eləməyə yönləndiririk və maksimum bacardığımız qədər buna dəstək oluruq. Əlimizdən gələni yox, daha artıqını etməyə çalışırıq. Software Village-də bu vaxta qədər proqramlaşdırma üzrə xeyli təlimlər olub, dizayn sahəsi üzrə xeyli təlimlər olub. Ümumiyyətcə, belə qısaca bir məlumat verim ki, sizə digər kurslardan fərqli olaraq Software Village-in bir prinsipi olub ki, biz çalışmışıq ki, bir sahə üzrə mütəxəssisləşək, bir sahə üzrə puxtələşək və ona görə də bacardığımız qədər bu prinsipi qoruyub saxlamağa çalışırıq. Bu prinsipin üzərinə nəsə əlavə etmirik. Ona görə də məhz Software Village proqramlaşdırma sahəsində mütəxəssis kimi fəaliyyət göstərməyə başlayan bir şirkətdir. Bu sahədə mütəxəssisləşib və məlum məsələdir ki, bizim bu işlərlə bizə ən yaxın olan bir sahə var idi ki, biz bundan vaz keçə bilməzdik. Bunu
bu qoldan ayıra bilməzdik. Onlardan biri də elə həm qrafik dizayn, daha çox isə UX UI dizayn sahəsi idi ki, bunu biz proqramlaşdırmadan ayıra bilməzdik, qopara bilməzdik. Səbəbi də odur ki, yəni bu dəqiqə hər hansı bir veb saytdan istifadə eləyirsinizsə ki, eləyirsiniz. Bu dəqiqə hər hansı bir mobil tətbiq istifadə eləyirsinizsə ki, zaten bunu eləyirsiniz. Adi istifadə elədiyimiz bu dəqiqə qatıldığımız Zoom belə bir mobil tətbiqdir. Həmçinin onun veb saytı da var. Bunların hamısı developer tərəfindən birbaşa hazırlanmış bir şey deyil. Məlum məsələdir ki, bunun özünün də bir UX UI dizaynı olub və onun sayəsində biz bu dəqiqə bu tətbiqləri istədiyimiz kimi rahatlıqla istifadə eləyə bilirik. Bu dəqiqə biz əlimizi atıb mikrofon söndürə bilirik, kameranın yanına qoya bilirik, chat qisminə daxil ola bilirik, iştirakçı sayısını görə bilirik, rəqəmlər, şriftlər, simvollar, ikonlar, nələr ki istifadə olunur, bunların hamısında UX/UI dizaynerlərin böyük əhəmiyyəti var, böyük əziyyəti var. Bu şəkildə dostlar, istəyirəm ki, çox uzatmadan sizə kurs haqqında qısaca məlumatları bölüşüb daha sonra yekunlaşdırım. Üzürlü sayın, mən çıxmaq məcburiyyətindəyəm. İstədim yenə də sizləri bir çıxış eləyim, tanış olum. Deməli, dizayn üzrə bu vaxta qədər çoxlu təlimlərimiz olub və uğurlu nəticələrimiz olub. Tələbələrimiz hal-hazırda sektorda müxtəlif sahələrdə çalışırlar. UX/UI sahəsi üzrə mən özüm də hətta çox xam bilmirəm, bilirsinizsə yox. Mən özüm də vaxt ikən məşğul olmuşam. UX/UI dizayn üzrə hətta çox yaxşı məlumatlarım da var. Sadəcə bəzi işlərdən, iş yoğunluğundan, qrafik sıxlığından dolayı sənətin arxasınca gedə bilmədim. Amma bu sahəyə böyük rəğbətim, hörmətim var və bu sahəni çox sevirəm. İndi isə istəyirdim ki, mən burada qatılan iştirakçılara, düzdür, sizə məlumat vermişəm, sizin xəbəriniz var. Hardasa biraz da Turab müəllimin xəbəri var, amma iştirakçıların xəbəri yoxdur. Ona görə bu şad xəbəri də onlarla bölüşüm. Dostlar, Software Village ümumiyyətcə proqramlaşma və dizayn təlimləri verən bir şirkətdir və şirkət əsasları maddiyyata bağlanmadığı üçün, şirkət maddiyyat üzərinə qurulmadığı üçün hər zaman tələbələrin yanındadır və onlara hər zaman maddi mənəvi dəstək göstərmək peşindədir. Məhz ona görə də biz heç vaxt maddiyyata takılan, maddiyyat yönümlü işləyən bir şirkət olmamışıq. Ona görə də maksimum dərəcədə çalışmışıq ki, tələbələrə dəstək olaq, onları müəyyən bir yerə gəlib çıxmaları üçün əlimizdən gələn yox, daha artığını eləyək. Ona görə hər dəfə bir fərqli kampaniyalarla çıxsaq da, bu dəfə də bir fərqli kampaniya ilə sizin qarşınızdayıq və bu ilk dəfə, yəni Software Village tarixində ilk dəfə və sizlərə özəl olacaq deyəcəm. Çünki bunu webinara qədər heç bir yerdə yayınlamamışıq, heç bir yerdə bildirməmişik. Burada iştirak edən hər bir şəxsi bu kampaniya aid eləyirəm, hər bir şəxsə aiddir bu kampaniya. Deməli, dostlar, nədir? UX/UI sahəsi üzrə sıfırdan başlayan bir təlimimiz olacaq. Bu barədə məlumatları bölüşməyəcəm, çünki bunun üçün bizim satış təmsilçimiz var. Onlar sizə ətraflı məlumatlar verəcəklər. İndi nömrəsini də qeyd eləyəcəyik, qrupda da qeyd eləyəcəyik. Dostlar, əsas kampaniya nədən ibarətdir, onu bəhs edeyim. Ümumilikdə 5 ay davam edən, 4 ay tədris plus 1 ay staj təcrübə proqramından ibarət olan UX/UI Design Bootcamp-inin ilk 2 ayını sizlər üçün cəmi aylıq 100 AZN olaraq təşkil etdik. Bu şəkildə bir qərar verdik. Məsələ də layihənin məqsədi, əsas məqsədi də ondan ibarətdir ki, bu sahə Azərbaycan üzrə belə deyək də, xarici bazarda biraz daha yayğındır, amma Azərbaycanda hələ yeni-yeni oturuşan bir sahədir və insanlar əsasən sıfırdılar. Bu sahədən bəziləri məlumatlı, bəziləri isə məlumatsızdılar. Və bu sahə o qədər də yayğın olmadığı üçün kursa qatılmaq barəsində tərəddüddə olan dostlar var ki, biz də ona görə Software Village ailəsi olaraq belə bir kampaniya başlatdıq. Ümumilikdə 5 ay davam edən 4 ay tədris plus 1 ay staj təcrübə proqramından ibarət olan bootcampimizin ilk 2 ayı aylıq cəmi 100 AZN olacaq və bu webinara özəl, webinara qatılan hər bir şəxsə bu kampaniyanı aid edirik, Könül xanım.
bildirərsiniz siz yenə də vebinarın Çox sonunda. yaxşı Ə, fürsətdir. Din qədəri Dostlar, bunun məqsədi odur ki, Çönün xanım bilirsiniz necədir? Qatılanlar olur, müraciət edənlər olur, tərəddüd içində olanlar olur. Görəsən bu sahə uyğun. Yəni belə deyim də, yazanlar həddindən artıq çox olur, müraciətlər həddindən artıq çox olur. Amma elə bir şey var ki, tərəddüd insanı həmişə yolun yarısında qoyur. Məhz bu tərəddüdlərə görə bu sahənin necə deyirlər, loru dildə desək, dadını bilməyən, ümumiyyətlə bu sahə haqqında fikir formalaşmayan bir çox insanlar fikirlərini dəyişirlər, yarı yolda qalırlar. Məhz ona görə də biz həm maddi tərəfdən, həm mənəvi tərəfdən dostlarımıza dəstək olmaq üçün, həmçinin UX/UI dizayn sahəsinin Azərbaycanda da geniş belə deyək də, hədəf auditoriyaya çatması üçün, hədəf kitləsinə çatması üçün belə bir kampaniya başlatdıq. Ümid edirəm ki, bu kampaniya ədalətli şəkildə hər bir şəxsin ürəyincə olar, hər bir şəxsi iştirak edən və ya eləməyən hər bir kəs üçün uğurlu olar, onlar da bəyənərlər. Biz ailə olaraq, Software Village ailəsi olaraq düşündük ki, bu türkçənin söz olmasın, vatana, millətə hayırlı bir kampaniya olacaq. İnşallah ki, doğru düşünmüşük, inşallah ki, həqiqətən də elə olar. Dostlar, kim istəsə təlim haqqında məlumat almaq, ətraflı məlumat edinmək, onun üçün mən indi WhatsApp qrupunda bildirəcəm. Oradan yaza bilərlər, oradan məlumat ala bilərlər. Bu şəkildə. Təşəkkür edirəm qatılanların hər birinə. Minnətdaram. Çox sağ olun qatıldığınız üçün. Könül biz xanım, təşəkkür başda sizə edirik. təşəkkür edirik ki, çox sağ olun ki, bu cür vebinarlara bizə dəstək olursunuz ki, biz bu vebinarı təşkil edirik. Başda Turab müəllimə təşəkkür edirəm ki, sağ olsun ki, həqiqətən də bu qədər əziyyət çəkilib, hazırlanılıb və bu vebinar dəvətimizi qəbul elədi. Bir təlimçi kimi qatılan tələbələrimizi maddiyyata əsaslanmayaraq tamamilə ödənişsiz şəkildə maarifləndirir. Kön xanım, həmçinin Turab bəy, sizlərə böyük təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Əlavə olaraq həmçinin qatılanlara təşəkkürümüzü bildiririk ki, bu cür aktivitələrimizə siz də qatılırsınız. Dost, tanış çevrənizlə də bölüşə bilərsiniz bu kampaniyanı. Əgər webinardan gələnlərdirsə, problem yoxdur. Hər cür dəstək verməyə hazırıq. Sağ olun, özünüzə yaxşı baxın, gecəniz xeyrə qalsın. Digər webinarda Təşəkkür görüşmək edirik ümidi. Ümid bəy. Çox sağ olun. Bu doğrudan çox maraqlı bir xəbər oldu. Çünki bilirsinizsə, əgər bizim dərslər haqqında əvvəldən məlumatınız olubsa, bu ümumiyyətlə bu təklif hardasa 75% ödənişdə güzəşt deməkdir. Hazırki Software Village kurslarının ödənişinə baxanda doğrudan çox böyük bir güzəştdir. Hətta mən deyərdim ki, bəlkə təqaüd kimi bir şey oldu. Buradan Ümid bəyə təşəkkür edirəm. Ümid eləyirəm ki, çoxlu yararlananlar olacaq bu təqaüddən. Mən isə yenidən geri qayıdıram elə qaldığımız yerdən və burada sözü yenidən Turab bəyə verəcəm. Sonra yenidən proqram haqqında danışarıq və aşağıdakı suallarınızı cavablandırarıq. Biz qalmışdıq harda? Yaxşı dizayner olmaq üçün çox eşitmişik bunu hər kəsdən. Bu sahə ilə maraqlanan, öyrənmək istəyən insanlardan ki, gərək yaxşı əl işin olsun. Hətta rəssamlığı bacarasan. Bu sizcə nə qədər doğru bir faktdır? Ümumiyyətlə bunların bir-biri ilə sizcə nə qədər əlaqəsi var Turab müəllim? Biz sizi Belə eşitmək deyim, yəni istəyirik. rəssamlıqla qrafik dizaynerlərin əlaqəsi var. Hə, bir qrafik dizaynerin əla qabiliyyətinin olması vacibdir. Amma bizim sahə ilə əlaqəli olaraq hər hansısa bir əl qabiliyyətinin çox da önəmli bir rolu olmadığına görə rəssamlıqla UX dizaynerin heç bir əlaqəsi yoxdur. Yəni onu bilmək, yəni bizi işdə qabağa aparacaq bir şey də deyil, arxaya apara biləcək bir şey də deyil. Yəni bu sadəcə özümüz üçün hobbi olaraq görə biləcəyimiz bir şeydir. Yəni rəssamlıq sadəcə çəkməkdir, amma biz əslində problemləri həll edə biləcək məhsulları çəkirik. Yəni ona görə də orada düzgün rəsm bacarığı olmaq lazımdır. Əslində siz Yəni bununla da növbəti mənim sualımı da cavablandırmış oldunuz ki, bizdə bu sahədə dizayn sadəcə gözəl bir görünüş yaratmaq deyil, əslində bir problem həll etməkdir. Bir Hı də çox hı. eşidirik biz deyirlər ki, əgər juniorsansa, hələ ki indi kurslar çoxdur, tələbələr çoxdur, məzunlar çoxdur, iş tapmaq prosesi çox çətindir. Bu mövzu barədə münasibətinizi eşitmək istəyərdik. Ya məncə indi hal-hazırda, yəni iş tapmaq çətinlik sualı mənə uyğun gəlməyən bir sualdır. Çünki indi əslində iş tapmaq, iş variantları, iş yolları o qədər çoxdur ki, sən özünə uyğun birini tapıb o yoldan getməyin daha yaxşıdır. Juniorların iş tapmaqda çətinliyi ondan ibarətdir ki,
bir vakansiya müraciət edəndə özlərini UX UI dizayner olaraq göstərmələridir. Yəni əgər sən yeni kursu qurtarmısansa, özün də bilirsən, müəllimin də bilir ki, sən UX-də yoxsa UI-da daha yaxşısan. Və yaxşı olduğun sahəyə yönəlib, orada həqiqətən özünü göstərdikdən sonra və rəhbərin, sənə iş verən şəxslərin güvənini qazanandan sonra sən qayıdıb deyəndə ki, mən baxın UX-i bacaram ya da UI-i bacaram, həmçinin o qədər də olmazsa, biraz da digərini bacaram desə, sənə artıq daha çox iş vermələri yaranacaq. Amma bizim juniorlar həm özləri düzgün şəkildə işə müraciət edə bilmir. Çünki həm UX dizayner olaraq düşünürlər, həm UI dizayner olaraq. Yəni bu qeyri-mümkündür. Sən iki dənə sahənin ikisində də peşəkar ola bilmərsən. Yəni birində daha yaxşısan, birində ortasan. Yəni önəmli olan özünü daha yaxşı tanıyıb o istiqamətə yönəlmək. Evet. Və juniorlara bir dənə məsləhətim Buyurun, ondan buyurun. ibarət ola bilər ki, sadəcə vakansiyaya CV yazıb göndərməklə işə qəbul olmalarını gözləmək biraz gülməlidir. Sən yazdığın məktubda ən azından özün haqqında 3-5 cümlə fərqləndirəcək cümlələr yazmalısan ki, HR onu oxuyanda həqiqətən də bu mənə özünü bu qədər ifadə edə bilirsə, mən sabahları bunu bir məhsulla əlaqəyə qoysam, bu orada daha yaxşı özünü göstərəcək. Yəni, məsələn, Azərbaycanda mən bu arada Kapital Bankda işə qəbulda da işləyəndə Azərbaycandakı problemi görürdüm. HR alıb əlinə CV-ni adama sual verəndə ki, ə, özünüz haqqında məlumat verin deyir və adam başlayır öz həyat hekayəsinə başlamağa. Elələri olur ki, bəzən məktəbdən başlayır, elələri olur ki, anadan olmağından başlayır. Amma əslində Azərbaycan bazarını başa düşmədiyi ya da heç kimin demədiyi bir şey var. Yəni özün haqqında danış sualı odur ki, sənin bu vakansiyaya əlaqən nədir? Mən səni niyə götürməliyəm? Sən orada özün haqqında məlumatda özünün üstün tərəflərini, zəif tərəflərini, bu işdə səni götürsək nə verə biləcəksən, onu eşitməkdir. Və sən bu sualı keçmədikdən sonra ikinci, üçüncü, dördüncü suallara sadəcə müsahibə olsun deyə verilir. Və bitir, sizə xəbər edəcək deyirlər, amma sizə xəbər etmirlər. Çünki məsələ bundan ibarətdir ki, sən özünü düzgün şəkildə göstərə bilmirsən. Və UX UI dizayner empatiya qurmağı bacarmalıdır, problemi öyrənməlidir deyə. Əgər adam özü işə düzəlmədə verilən sualı başa düşmürsə, empatiya qura bilmirsə, bu adamı götürməmək daha yaxşıdır. Yəni biraz da gəlin qəbul edək ki, bazarda doğrudan ələlxüsusda juniorlar üçün rəqabət çox yüksəkdir və biz mütləq digər rəqiblərdən fərqlənmək üçün nəyisə ortaya qoymalıyıq. Ən azından Bəli. müsahibə mərhələsində və ya ora qədər bacarıqlarımızı bir yolla göstərməliyik ki, bax məni götürsən, sən bunları, bu şeyləri görəcəksən, mən bu bacarıqlara sahibəm. Mən sizdən tamamilə razıyam. İndi isə mən sizdən soruşmaq istəyirəm, biz hardan başlayaq? Yəni bir yol xəritəsi desək, bir 3 addım, 5 addım UX/UI dizayner olmaq üçün, ən azından bu sahəni öyrənmək üçün bu addımlar nələr olardı? Hı Nədən hı. başlayıb nəyə doğru getməliyik? Hı hı. Burada bir əsas mənanı vurğulamaq istəyirəm. E, yaxşı vizual dizayner ola bilərsiniz, amma bu sizi yaxşı UX dizayner olduğunuzu göstərmir. Amma yaxşı UX dizayner olacaqsınızsa, demək ki, siz vizualda da yaxşı olacaqsınız. Yəni ona görə də yola ilk öncə istifadəçi psixologiyasını bilməklə başlamalısınız. İnsanların hərəkətləri, reaksiyaları, danışdığı cümlələr, verdiyi cavablar, onu analiz etməyi bacarmalısınız. Yəni birinci analiz etmə və araşdırma qabiliyyətini artırmaq üçün öyrənməlisiniz. Daha sonra bunu vizuala necə hazırlayacaqsınızsa, o proqramlar üzərindən interfeysi və kiçik addımları öyrənib bir şeylər dizayn etməyə başlamalısınız. Yəni yola başlamaq üçün mütləq şəkildə hər şeyi %100 bilməyiniz vacib deyil. Yəni 20% bilib işə başlayaraq davam etməyiniz daha yaxşıdır. Ona görə də istifadəçi psixologiyasını öyrəndiniz. Daha sonra bir prosesin yaranmasında empatiya, ideya, araşdırma, təqdim etmə bunları keçirsiniz. Daha sonra vizual dizayn, rənglər, tipoqrafiya, dizayn prinsipləri, sonda da hərəkət və bitir. Yol budur. Amma yolun daxilində hər gün olan dəyişiklikləri təqdim etmək daha vacibdir. Məsələn, mən özüm bu sahəni, yəni 12 ildir bu sahədəyim, amma hər gün yeni şeylər öyrənirəm, yeni şeylər tətbiq edirəm. Yəni bu yol bitmir. Sadəcə başlayır.
Çox maraqlı yanaşmadır. Doğrudan da elədir. Öyrənmək heç zaman bitmir. Hələ ki biz bir rəqəmsal ixtisasda ixtisaslaşırıqsa, gərək ömrümüzün sonuna qədər yeni nələrsə öyrənək və Evet. bunu təcrübəli, peşəkar bir təlimçi eləyəndə də nəticə daha yaxşı olur. Onda biz bilirik ki, biz nəticə yönümlü bir yol gedirik. Çünki bu proses, məsələn, bizdə 5 aylıq tədrisdir, sonda bir ay praktika müddəti olur. Bu sadəcə alətləri öyrəndiyiniz bir proses olmur. Elə olsa bir çox onlayn resurslar var. Siz açıb orada bütün alətləri öyrənə bilərsiniz sadəcə. Bu yolda siz bir peşəkar mentorla irəliləyirsiniz. Sonda praktika müddətindən keçib bir portfolyonuz yaranmış olur ki, bu da az öncə dediyimiz bu işə qəbul prosesində tələbələrə, juniorlara doğrudan çox kömək olur. Ən azından o bacarıqlarını göstərmək üçün. Bu arada onu da qeyd edim ki, bizim həm Bakıda, həm Sumqayıtda iki şəhərdə filialımız var. Özünüzə ən yaxın olan filialda seçə bilərsiniz tədrisi. Eyni zamanda onlayn, əyani formatda istədiyiniz kimi dərslərə qoşula bilərsiniz. Hibrid formatda dərslərin bütün video qeydləri sizinlə bölüşülür. Bunlar sizdə qalır. Hansısa bir mövzuda çətinlik çəkdiyinizdə yenidən açıb həmin mövzuları dinləyə bilirsiniz. Təlimçilərdən əlavə bu dərs prosesini sizdə həmçinin mentorlar müşahidə eləyir. Hansı ki, xırda bir probleminiz olduqda, nə vaxt lazım olanda əlaqə saxlayırsınız, onlar sizə kömək eləyirlər. Heç bir sualınız, çətinliyiniz elə bir şey mümkün deyil ki, qalır və siz cavablandırılmır. Belə bir şey hələ ki baş verməyib. Və biz bu işi, bütün bu prosesi təkcə təlimçi ilə deyil, bütün bir komanda olaraq görürük deyə sonda tələbələrimizin mütləq şəkildə karyera dəstəyi də göstəririk. Sadəcə məzun oldu, diplomunu verdik, yola saldıq. Bununla iş bitmir. Biz tələbələrə məzun olduqdan sonra da daima karyera dəstəyi göstəririk ki, əgər bizim sosial mediadan aktiv izləyicimizsə, mütəmadi paylaşdığımız işə qəbul nəticələrimiz də artıq sizə tanışdır. Və son olaraq istəyirəm qısaca karyera imkanlarından danışaq Turab müəllim və sizin nəzərə alsaq ki, həm yerli bazarda, həm xarici bazarda da yüksək təcrübəniz var. Məncə bu mövzuda iştirakçılara deyəcək əslində çox sözünüz var. Buyurun. Azərbaycan bazarından götürürsək, bir UX dizaynerin işə başlaması iki cür olur. İlk iş 9-6 rejimində işləməkdir ki, burada korporativ şirkətdə işləyirsən və sənin baxa biləcəyin məhsul sadəcə bir və ya iki məhsul olur ki, o məhsul üzərindən işləyirsən. İkinci, Azərbaycanda yeni gələn remote işləmədir ki, burada olduğun yerdən asılı olmayaraq işləyirsən, sadəcə olaraq iş saatların bəlli saatlar olur. Bir də ən önəmli və ən rahatı freelancer iş təcrübəsidir ki, yəni orada istədiyin vaxt özün işləyirsən, istədiyin qədər iş götürürsən və fərqli-fərqli işlərin olur. Əgər sən junior dizaynersənsə, mütləq şəkildə tövsiyəm korporativ bir şirkətdə, agentlikdə işə başlamağındır ki, həmin işə başladıqdan sonra orada yaranan problemləri öyrəndikdən sonra artıq tək başına işləməyi bacarırsan. Amma yox, əgər sən yetəri qədər bazarın olduğunu düşünürsənsə və yaxşı, güclü portfolyon varsa, freelancer işləməyi tövsiyə edərəm. Amma iş imkanlarına gəldikdə, mənim həmişə tələbələrə tövsiyəm ondan ibarətdir ki, özünüz bazarı araşdırın və harada UX/UI dizaynerin rolu vacib lazımdır. Harda UX səhvləri var, harda UI səhvləri var. O şirkətlərə özünüz müəyyən təkliflər hazırlayıb göndərin ki, elə iş qazanmaq imkanınız daha çox olacaq. Çünki hal-hazırda tələbələrin çoxu yanlış bir seçim edərək böyük bir gözləntisi var. Məsələn, mənim öz yaşadığım tələbələrdə tələbə 400 manatdır, 300 manatdır, 500 manatdır qəbul etmir və öz təcrübəsinə, bacarıqlarına bilmədən 1000 manat artıq bir ödəniş istəyir ki, ona hal-hazırda heç bir şirkət verə bilməz. Ona görə də başlanğıcda maddiyyata önəm vermədən elə şirkətlərdə işləməyə başlamalısınız ki, o şirkətin həm gələcəyi olsun, həm də siz ən azından yaxşı bir təcrübə qazanmış olasınız. Əla, mən sizinlə tamamilə razıyam. Hətta o qədər ətraflı cavab verdiniz ki, mən indi chat bölməsinə baxıram. Buradakı demək olar bir çox sualı birbaşa cavablamış oldunuz. Amma yenə də bir sual ünvanlamaq istəyirəm. Bizdən soruşurlar ki, Azərbaycan bazarında hal-hazırda UX tərəfinə sizcə çoxdur ehtiyac yoxsa UI tərəfinə? Dediyim kimi, hal-hazırda vakansiyalara diqqətlə baxsaq, daha çox vizual tərəfdə, yəni UI dizayneri axtarılır. Çünki
Şirkətlər vizual dizayner götürdükdə ona öz şirkətlərinin qaydalarını, rəng psixologiyasını, yazı psixologiyasını, strukturunu rahat şəkildə Figma faylına ötürür deyə o adamın hər hansı bir səhv edə biləcəyini düşünmür. Amma UX dizayneri götürdükdə artıq gərək o UX dizaynerin yanaşması, düşüncəsi şirkətin düşüncəsinin üst-üstə gəlməlidir. Ona görə də hal-hazırda Azərbaycanda elə baxılır ki, güya UI dizaynerlərə daha çox önəm verilir, amma UX dizaynerlərə önəm verilmir. Amma bayaqlar dediyim sözə gəlirik. Vizual dizayner belə olsan, sənin UX-in yaxşı olmadığı müddətcə sən yaxşı ola bilməyəcəksən. Əgər sən vaxtını qoyduğun yeri düzgün seçə bilmirsənsə, onun ölçüsünü düzgün verə bilmirsənsə, sənin vizual tərəfdən yaxşı hazırlaman heç bir şey ifadə etmir. Aydındır. Bir sual daha ünvanlamaq istəyirəm Hı sizə. -hı. Bizdən soruşurlar ki, sadəcə Figma-nı bilmək yetərdimi bu sahədə işləməyə başlamaq üçün? Bu sahə əgər UX dizayn sahəsi nəzərdə tutulursa, sadəcə Figma-nı bilməklə bu sahəyə heç nə edə bilmərsən. Yəni Figma sadəcə olaraq bu sahənin 20%-ni əhatə edir. Aha, biz əslində daha öncəki slaydlarda alətlər barəsində danışanda bu barədə geniş məlumat Hı -hı. vermişdik. Dostlar, başqa suallarınız yoxdursa, mən sizə iştirakınız üçün çox təşəkkür edirəm. Açığı mənim də başqa sualım qalmadı, çünki doğrudan o qədər ətraflı müzakirə etdik və bu sahə haqqında sıfırdan başlayanlar üçün bütün məlumatlar verdik məncə. İştirakınız üçün hər birinizə təşəkkür edirəm. Bu arada bir daha bu 75% güzəştli kampaniyamıza xatırlatmaq istəyirəm. Daha ətraflı məlumat üçün qrupdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Sadəcə webinar iştirakçılarına özəl bir kampaniya olacaq bu. Turab bəy, sizə də təşəkkür edirik. Çox yaxşı məlumatlarla bizi bugün doğrudan çox şey öyrəndik. Mən də auditoriyada çox sağ olun hər şey üçün. Mən təşəkkür edirəm belə imkan yaratdığınız üçün. Ə, Mən yeni qatılanlara deyirəm, əgər sizin bu sahəyə yanaşmağınız varsa, sadəcə özünüz bu sahədə uğurlu olmayacağınızı düşünürsünüzsə, Azərbaycandakı kurslar içərisində ən yaxşı təklifi verən bizik. Çünki 2 ay ərzində yəni sən gəlirsən, öyrənirsən, əgər bu sahəyə uyğunsansa davam edirsən, uyğun deyilsənsə davam etmirsən və əgər ödənişlərə də baxsaq, hal-hazırda Azərbaycan bazarında 100 manatla heç bir kurs tədris vermir və bizim verdiyimiz tədris ən yaxşısıdır. Bu iddiasını etmirəm, amma ən yaxşılar arasında olduğu üçün yəni belə bir təklifi dəyərləndirmək dəyər. Ən azından dizaynda bu qədər təcrübəli bir təlimçidən siz bu sahəni, necə deyərlər, sənət kimi öyrənəcəksiniz. Belə, təşəkkürlər hər kəsə, gecəniz xeyrə qalsın. Video rekordu ən qısa zamanda sizinlə bölüşəcəm. Növbəti webinarlarda görüşənədək. Sağ olun. Eləlik, sağ olun.